Antidepressantlar nə zaman başlamalıyıq? İlk öncə onu deyim ki, antidepressantlar nə zaman gəldi, necə gəldi başlamamalıdırlar. Yəni antidepressantlar elə-belə başlanacaq dərmanlar hesab olunmurlar. Qonşudan aldım, içdim və yaxud da ki, tanışım kiməsə yaxşı təsir bağışladı, mən də alım ondan içim kimi fikirlərlə antidepressant içməyə başlamaq olmaz. Çünki bu dərmanlar birbaşa beyinə təsir göstərirlər. Yəni beynimizdə bir şeyləri dəyişdirərək effekt verə bilirlər. Ona görə antidepressant başlamadan öncə mütləq həkimlə danışmaq lazımdır. Bəzən belə bir şey eşidə bilərsiniz. Dərmanın təsiri yoxdur, içirəm, effekt vermir, halım düzəlmir. Yüngül depressiyalarda antidepressantların elə bir effekti yoxdur. Məsələn, mənim bir sıxıntım var, antidepressant içim keçsin və yaxud da ki, sevgilimdən ayrıldım, bu gün nəyəsə üzüldüm, antidepressant içim keçsin, bu şəkildə təsiri əlbəttə ki, effektsizdir. Antidepressantlar həqiqətən depressiya xəstəliyi olan hallarda effekt verirlər. Bu halda isə mütləq həkimlə əlaqə saxlamalıyıq. Antidepressanta başlanıb-başlanmaması qərarını həkimlə birlikdə vermək lazımdır. Yəni, hər önümüzə gələn sıxıntıda antidepressant qəbuluna başlamamalıyıq. Antidepressantlar necə təsir göstərir? Antidepressant istifadə edərkən, əlbəttə ki, bunun incəlikləri var. Biz burada təsirli doza və təsirli zaman deyirik. Təsirli doza hər bir xəstəliyə müvafiq istifadə olunan doza miqdarı hesab olunur. Yəni, hər antidepressantın müxtəlif xəstəliklərdə fərqli olaraq təsir edə bilən dozaları mövcuddur ki, həkim də xəstəyə və xəstəliyə müvafiq həmin doza seçimini edir. Təsirli zaman isə xəstəliyin əlamətlərinin ən azı 50%-nin keçdiyi zaman hesab olunur. Bu isə 2-3 həftəlik dönəm hesab olunur. Antidepressantın təsir edib etmədiyini xəstənin təsirli dozu içə-içə 2-3 həftə müddəti keçməsini gözləməliyik. 2-3 həftə keçməsinə baxmayaraq xəstəliyin əlamətlərində düzəlmə yoxdursa, o zaman həkim fərqli dərman kombinasiyalarından istifadə edə bilər. Antidepressantlar nə qədər müddət içilməlidir? Bu da çox verilən sualdır. Dünya praktikasında belə nəticəyə gəlib ki, antidepressant istifadəsi minimum 6 ay olmalıdır. 6 aydan erkən buraxılan antidepressantlar çox vaxtı xəstəliyin əlamətlərinin geriyə qayıtmasına, nüks etməsinə təsir göstərir. Antidepressantları necə buraxmaq olar? Bəzən görürük ki, xəstələr deyir ki, antidepressant buraxdıqdan sonra çox pis oldum, əlamətlər geri qayıtdı və s. Yəni, antidepressant necə başlanıbsa, o şəkildə də etaplı şəkildə buraxmaq lazımdır. Hər antidepressantın özünün müvafiq zaman ərzində buraxılma dozaları mövcuddur. Ona görə də, əgər antidepressanta buraxma qərarı alınıbsa, bu zaman mütləq həkimlə məsləhətləşməli, həkimin qeyd etdiyi sxem üzərindən yavaş-yavaş azaldaraq dozanı saxlamaq lazımdır. Anidən kəsdikdə serotonin geri çəkilmə sindromu yaranır və xəstəliyin əlamətlərinin çox şiddətli pisləşməsinə səbəb ola bilər. Ona görə də antidepressant başlamazdan, həmçinin bitirmə qərarı verməzdən öncə mütləq həkim mütəxəssislə məsləhətləşmək lazımdır.